Sən mənə görə bu qədər fədakarlıq elədin, mən isə günah elədim, yenə də günah elədim. Mən sənin vasitənlə hara gedə bilərdim, Peyğəmbərin yanına, amma mən harada qalmışam? Bu rəhmət məni hara apara bilərdi, amma hələ nəfsimin əlində varayam mən. Hələ nəfslə haqq arasında seçim eləyirəm. Mən gərək indi yaxşı ilə daha yaxşı arasında seçimdə qalmalıydım. Mən hələ pislə yaxşı arasında pisi seçirəm. Harada qalmışıq biz? Bundan gözəl rəhmət heç yerdə hiss oluna bilməz. İstəyirsən Allahın rəhmətini hiss eləyəsən, ged qətligaha. O tikə-tikə bədəni olmuş ağanın yanında diyan gör sənin üçün nələr elədi. Axırda da deyirdi ki, ilahi, şəfaət qapısı açılacaq indi. Dərdi bir dənə bu.